Sahmanlamada ilk olaraq bilməyiniz lazım gələn şey təmizləmə və sahmanlamanın bir-birindən tamam ayrı anlayışlar olmasıdır. Təmizləmə nədir? Siz bir əşyanı götürürsünüz, yaxud əşyanı götürdüyünüz yeri təmizləyirsiniz, həmin məhsulu təmizləyirsiniz və daha sonra yerinə yerləşdirirsiniz. Lakin sahmana salma həyatında vahid, sistemli, strukturlu bir nizam, bir intizam yaratma manifestidir. Sahmanlama ilə siz gündəlik çox az iş görərək böyük nəticələr əldə edə, özünüzə çoxlu boş vaxtlar yarada və eləcə də təmizlik müddətinizi uzada bilərsiniz və beləliklə də daha az iş görərək daha uzun müddətli təmizləmə və sərgə-sahmana nail ola bilərsiniz. Əlbəttə ki, çox insan sahmana salmanı tam olaraq həyatında tətbiq etmir. İnsanlar elə düşünür ki, sahmana salma sərgəli qatlanmış paltarlar, nizamlı düzülmüş qablar deməkdir. Lakin dostlar, sahmana salma bir həyat tərzidir və dağılmayan dolapların sirləri məhz insanın düşüncəsində, daha sonra isə yeni vərdişlərində formalaşır.